İndi bu bölümdə kartlarımızın tək-tək mənalarını və bizlər üçün nə ifadə etdiklərini araşdıracağıq. İlk olaraq dəyənək ası kartı ilə başlayırıq. Kartı əlimizə aldığımızda buludların içindən çıxan bir əl görürük və bu əlin əlində yeni cücərməkdə olan bir asa var, yaxud bir dəyənək də deyə bilərik. Burada diqqət etməliyik ki, açıq bir göyüzü görürük. Arxa planda məhsuldar bir sahənin ortasından bir çay keçir və uzaqlarda bir şato və dağlar var. Daha əvvəl də dediyim kimi, bu dağlar hər zaman bizim üçün bir məqsəd, yəni çatmalı olduğumuz yeri təmsil edirlər. Şato isə bizim alacağımız bir mükafatı ifadə edir. Dəyənəklərin enerjisini onsuz da bilirsiniz, bundan danışmışdım. Bu kart hər zaman zehni bir başlanğıcı ifadə edir. Yəni hələ ortada əl tutulur bir şey yoxdur, amma ətrafımıza çox diqqətli şəkildə baxmalıyıq. Bu kart bizim üçün qabağımızda uzun bir yol olan başlanğıcları ifadə edir və adətən zehni səviyyədə yaranan bir fikirdir. Əl tutulur bir şey yoxdur və bu dövr çox ilham aldığımızı göstərən bir kartdır. Burada qarşımıza çıxan hər hansı bir fürsət çox önəmsiz və kiçik görünə bilər, amma mütləq bunun üzərinə düşməyiniz lazımdır. Bu kartın verə biləcəyi ən açıq mənası budur. Maddi gerçəkliyə dönməmiş fikirlər deyə bilərik hətta. Əgər üzərinizə düşəni etsəniz, çox daha yaxşısını əldə edə bilərsiniz. Karyera və iş həyatına baxdığımızda da çox bir fərq yoxdur əslində. Burada öncəliklə fürsətlərə diqqət etməliyik. Bu dövrdə xüsusilə dəyənək kartlarını çox alırıqsa, bunlara diqqət etməliyik. Bu dövrdə fürsətlərə daha çox diqqət etməliyik, çünki burada qarşımıza çıxan bəzi fürsətlər bizə çox kiçik və önəmsiz detallar kimi gələ bilər, amma bu fürsətlərdən biri böyük ehtimalla həyatımızın geri qalanına böyük bir yön verəcək. İkincisi, yetərli enerji və istəyə sahib olduğumuzu deyə bilərik. Karyera anlamında bu kartı görürüksə, ağlımızda nə varsa, nəyin arxasınca getmək istəyiriksə, bu mövzuda yetərli enerji və istəyə sahib olduğumuzu və sadəcə bu yolda irəliləməyimiz lazım olduğunu deyir. Ayrıca, heç nəyi kiçiltməməli olduğumuzu da xatırladır. Ətrafımızda inkişaf edən hadisələrə diqqət etməli və onların üzərinə getməliyik. Bu şəkildə gözəl şeylər əldə edə biləcəyimizi deyən bir kartdır. Sevgi həyatına keçdiyimizdə də klassik olaraq yeni bir başlanğıcdan danışır, amma burada diqqət etməliyik ki, bu başlanğıc od elementi ilə əlaqəli bir başlanğıcdır. Bu başlanğıc çox kiçik bir şey ola bilər. Qarşımızda uzun bir yol var, həyatımıza biri girmiş ola bilər və bəlkə də hələ tanışmamışıq. Bu mərhələdə çox kiçik bir salamlaşma və ya baxışma ola bilər. Bu vəziyyətin bir münasibətə dönüb dönməyəcəyinin qarantisi yoxdur. Bu başlanğıcın bu şəkildə olduğunu bilməliyik. Yəni həyatımıza biri girəcək və dərhal sevgili olacağı kimi bir vəziyyət qətiyyən mümkün deyil. Sadəcə bir başlanğıc olacaq, amma unutmamalıyıq ki, həyatımıza girəcək önəmli bir şəxs bu dəyənək serisində ortaya çıxa bilər. Bundan başqa gözlənilən bir xəbər də ola bilər. Dəyənəklər od elementindən dolayı tez dəyişdiyi üçün gözlədiyimiz bir xəbər bizə çata bilər, amma o xəbər bəlkə də bizdə böyük bir təsir yaratmayacaqdır. Sadəcə istifadə etsək yaxşı hala gələ biləcək bir xəbərdir. Son olaraq, münasibət içində önəmli bir inkişaf ola bilər. Əgər bir münasibət içindəsinizsə və bu kartı görürsünüzsə, münasibətinizlə əlaqəli bir inkişaf olacaqdır. Bu inkişafın üzərinə düşsəniz, münasibətinizlə əlaqəli gözəl şeylər əldə edə bilərsiniz. Bu kart, münasibətinizdəki dəyişikliklərə diqqət etməli olduğunuzu deyən bir kartdır. Dəyənək ası ümumi anlamda bir başlanğıcı ifadə edir, amma bu başlanğıc hələ cücərməmiş, ortaya çıxmamış və sadəcə fikir səviyyəsində olan bir başlanğıcdır.